Salam uşaqlar. Deməli, elektrik sahəsinə aid Güvən Test Bankında yer alan maraqlı bir sualı izah edəcəm sizlər üçün. Sualda bizə deyir ki, içi boş metal kürə müsbət Q yükünə malikdir. Deməli, K nöqtəsində elektrik sahəsinin potensialı 12 millivolt olarsa, A nöqtəsində sahənin potensialını hesablayın. Deməli, uşaqlar, bizə şərtdə deyir ki, K nöqtəsinin potensialı 12 millivolta bərabərdir. Bizdən A nöqtəsinin potensialını soruşur və burada qeyd edilib ki, bu məsafələr bir-birinə bərabərdir. Yəni, mən bu məsafələrə R deyirəm. İndi uşaqlar, bizə A nöqtəsinin potensialını tapmaq üçün B nöqtəsinin potensialını bilmək vacibdir. Çünki belə bir qaydamız var ki, yüklənmiş metal kürənin daxilində və səthindəki nöqtələrdə potensial bərabərdir. Yəni, O nöqtəsinin potensialı bərabərdir A nöqtəsinin potensialına, o da bərabərdir B nöqtəsinin potensialına. Yəni, biz B nöqtəsinin potensialını tapmış olsaq, elə A nöqtəsinin də potensialını tapmış oluruq. Potensialın düsturu biz bilirik ki, Fi bərabərdir K vurulsun, Q0 bölünsün, R-ə bərabərdir. Yəni, potensial məsafə ilə tərs mütənasib şəkildə asılıdır. Onda belə bir asıllıq qurarıq K və B nöqtələrində. Yazarıq ki, Fi K bölünsün, Fi B bərabərdir. Məsafə ilə tərs mütənasib şəkildə asılı olduğuna görə yazıram ki, RB bölünsün, RK-ya. Buradan uşaqlar yerinə yazaq. Deməli, K nöqtəsinin potensialı 12 bölünsün. B nöqtəsinin potensialını bilmirik, bərabərdir. Deməli, B nöqtəsinin mərkəzdən olan məsafəsi 2R-ə bərabərdir. Bölünsün, K nöqtəsinin mərkəzdən olan məsafəsi isə buradan görürük ki, 3R-ə bərabərdir. Buradan R-lə ixtisar gedir. Alırıq ki, Fi B bərabərdir. Deməli, 36-ya. B nöqtəsinin buradan potensialı 18 millivolta bərabər olmuş olur. Bizdən isə A nöqtəsinin potensialını soruşurdu. Dedik ki, A və B nöqtələrinin potensialı bərabər olmalıdır. Onda belə çıxır ki, A nöqtəsində potensialı ilə 18 millivolta bərabər olacaqdır. Ümidvaram ki, uşaqlar, sizlər üçün öyrədici oldu. Növbəti video izahlarda görüşənə qədər. Sağ olun, sağlıqla qalın.